Hörmətli izləyicilər, hal-hazırda gördüyünüz Sime Bravo One kombisində radiator problemi vardı. Yəni isti su stabil gəlir, amma radiatorlar qızmır. Yəni onların bir çox səbəbi ola bilər. Radiatorun qızmaması, yəni radiatorların çirkli olması, pompanın sıradan çıxması, zəif olması və iki esenjollarda ən çox səbəblərdən biri, ən başlıca səbəblərdən biri bu üç yollu ştokun sıradan çıxmasıdır. Baxın, mən buradan açıq görsənir. Üç yollu ştok, baxın necə qırılıb. Görürsünüz içəridə. Qırılma nəticəsində ilişib qalıb. Yalnız isti suya açıb. Yəni yalnız isti su hissədə, yəni ilişib qalıb da. Radiatora qoşulanda burada üç yollu motor vasitəsilə komanda verilir radiatora. İsti su açılanda komanda verir isti suya. Burada qırılıb ştok içəridə və qalıb isti su halında, belə bir hissəsində. Görürsünüz, bunun için inşallah söküləcək, yığılıb işlək vəziyyətdə müştəriyə təhvil veriləcək. Sizin də kombinizdə bu kimi problem varsa, əlaqə saxlayıb usta xidmətimizdən yararlana bilərsiniz. Diqqətinizə görə sağ olun.